Bismillah ve salatu ve selamu ala Resulillah. Ama ba'd. Bilirsiniz ki insan evladı mal dövlət, var dövlət sevməyə hərisdir, yəni çox istəyir. Bu dünyada Allah Teala bizi yaradıb və bizə ibadət etmək üçün, yəni bu həyatda müəyyən bir vaxta qədər, möhlət verildiyi vaxta qədər yeyib içmək üçün, yaşamaq üçün müəyyən qədər bizə yəni, dünya sərvətləri verir. Və onlardan lazımı qədər istifadə eləmək lazımdır. Ancaq insan övladı hərisdir buna, yəni var dövlət yığmağa hərisdir. Çünki insanın nəfsi buna hərisdir. Yəni çox istəyir malı. Mal dövlət nədir? Dünyada yəni ən istəkli şeylərdən birisidir. Qiymətli və yaxud da başqa şeylər. Və İmam Şafiinin gözəl bir divanında deyir ki, sözü var. Deyir, nəfs deyir, rəğbət etdikcə rəğbətlənir. Nə qədər ki ona rəğbət bəsləsən, yəni başın buraxsan, elə o istəyəcəkdir. Nəfsin yəni dayanan yeri yoxdur, insan nəfsinin. Və ancaq ona görə sən özünü idarə edəsən. Və Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, لَوْ كَانَ لِبْنَ آدَمَ وَادِيَانِ مِنْ مَالٍ لَابْتَغَى وَادِيًا ثَالِثًا وَلَا يَمْلَأُ جَوْفَ ابْنَ آدَمَ إِلَّا التُّرَابُ وَيَتُوبُ اللّٰهُ عَلَى مَنْ تَابَ. Ənəs radiyallahu anhudan gələn hədis-i şərifdə Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, İbn-i Adəm övladının 2 vadi qızılı olsa, var dövləti olsa, üçüncüsünü arzulayar. Yəni vadi nədir? Vadi dərə deməkdir. Yəni dağların arasından su gedən yerə deyilir. Yəni 2 dərə dağların arasında olur. Yəni onunla dolu var dövlət olsa, yenə də üçüncüsünü istəyəcəkdir. 2 dənə olsa. Yəni doyan deyil, deyən deyil. Ta vaxta kimi ki, yəni ölüm gələcək ona. Yəni torpağa gömüləcək və kim tövbə eləyərsə, Allah da onun tövbəsini qəbul eləyər, yəni bağışlayar. Yəni bu hədis-i şərifdə də gördüyümüz kimi Rasulullah sallallahu aleyhi və səlləmin deyir ki, yəni xəbər edir ki, insan övladı doyan deyil. Yəni nəfsinizi idarə etməyi öyrənin. Yəni sən nə qədər olsa, çox olsa, yenə də istəyəcəksən. Və ona görə də sən bütün həyatı və nəyə görə hədisdə dedi ki, havaqda kimi istəyəcək onu, ta torpağa gömülənə qədər, yəni torpağa gedənə qədər, yəni ölənə qədər. Yəni öləndən sonra artıq nədir? Bu dayanacaq. Və bəzilər deyir ki, hər bir şey torpaqdan əmələ gəlir. Qızıldır, məsələn, yeməklərdir, nədir, hamısı torpaqdan əmələ gəlir, torpaqdan çıxır və onlar hamısı torpağa qayıdır sonra. Yəni mənası budur və yaxud da insan övladı öləndən sonra dəfn olunur, üstünə torpaq tökülür. Yəni bununla da qutarır, yəni o dayanır. Artıq yəni nəfs dayanır. Amma kimlər həddi aşıbsa, tövbə eləyərsə, Allah Teala da onların nədir? Tövbəsini qəbul eləyər. Yəni kim məsələn həddi aşarsa, sonra tövbə eləyərsə, Allah Teala onların tövbəsini də qəbul eləyər. Vaxt var hələ. Və bəzən görürsən ki, indi mollalar deyirlər ki, ölünün gözünə torpaq tökmək lazımdır ki, bu dünyadan gözü doysun. Amma o artıq onun gözü doyubdur. Artıq o istəsə də ehtiyacı yoxdur. Çünki onun istədiyi, yığdığı var dövlət bu dünya üçündür. Yəni, ora gedənə qədər tövbə eləmək lazımdır. Ora gedənə qədər nəfsini idarə eləməlisən. Yəni, onsuz da sən heç kəs görmürsünüz ki, kimsə nəsə aparsın. Baxmayaraq ki, bəzən görürsən ki, qəbrin 5 ulduzlu eləyir. Görürsən, maşının zadını da bastırır, təyyarəsinin, qızılın ki, orada lazım olacaq. Onlar orada işləmir heç bir. Hamısı çürüyüb torpağa qarışır. Və ona görə də vaxtında öz nəfsini idarə eləməyi bacarmalısan. Yəni, öz ixtiyarı verməməlisən nəfsi. Nəfsin sən idarə eləməli deyil. Əgər sənin nəfsin idarə eləyərsə, artıq sən məhv olarsan, məhvə aparar səni. Və birinci səni Allahdan uzaqlaşdırar, ibadətlərdən uzaqlaşdırar, xeyr işlərdən. Çünki artıq çoxlu mal yığdıqda və çoxlu malın dalınca qaçdıqda mütləq şəkildə haramlara, günahlara, pis şeylərin dalınca gedirsən. Ona görə yəni bu dünyada nə qədər Allah Teala sənə ömür verib, nəsibi götür, yəni sənə lazım olan qədəri ki, həm sorğu-sualda sənə üçün rahatdır, həm də bu dünyada sənə üçün rahatdır. Ona görə inşallah biz də çalışmalıyıq ki, nəfsimizi idarə eləyək
və haramlara düşməyək. Yəni həyat çox qısadır, insan ömrü çox qısadır. Bəzən insan elə bilir ki, bir 500 il, 1000 il yaşayacaqdı. O cür məsələn var-dövlət yığmağa hərisdir, o cür məsələn yaşamağa hərisdir. Amma bil ki, Allah Subhanahu taala sənə müəyyən bir qədər vaxt verib. Hələ bu vaxtacan o vaxtı keçən olmayıb. Nə bir saniyə, nə bir an, nə bir dəqiqə. Həmin an yetişdiyi vaxt harda olsa sən nədir canını tapşıracaqsan. Harda olsa. Yəni biri yataqda, biri yolda, biri dağda, biri dənizdə, biri nə bilim harda vaxtı çatırsa nədir? O nədir canını təslim eləyir. Ona görə də inşallah biz də çalışmalıyıq ki, yəni Allah Subhanahu taala bizdən razı qalsın. Həm də gözəldir. Yəni müəyyən bir qədər lazımdır sana. Ona görə yəni həddi aşmaq olmaz və gözləmə ki, gözünə torpağı töküləcək, sən də doyacaqsan. Hələ onun heç bir mənası yoxdur. Yəni bəzi şeylər sonradan götürülüb ictihadi yəni eləyiblər, başa düşməyib götürüblər. Yəni bu ona aid deyil. Yəni ki, bu elə deyil və hədis şərif var. Əşkar bizə bunu Allah və Rəsulu bəyan eləyir, buyurur. Və ümumiyyətlə qardaşlar, yəni hər bir məsələ, yəni insanın dünyaya gəlməsindən tutmuş, insanın yaşayışı, insanın ölməsi və nə. Çünki hər şey Quran və sünnədə gəlib və hər şey də ona uyğundur. Məsələn, insan meymundan əmələ gəlmir. Hələ bir şey nə yoxdur, nə insandan nə meymun əmələ gəlmir, nə meymundan insan əmələ gəlmir. Amma Quranda deyir ki, Allah Teala insanı bir damcı nütfədən yaratdıq və sonra onu məsələn ana bətnində müəyyən 40 gün vaxtlarla yaratdıq. Sonra dünyaya gəldi. Sonra ya yaxşı ömür sürür, ya rəzil ömür sürür. Sonra onu biz canını alırıq, yəni bu dünyadan köçürür. Sonra bəzən həyatını yaşayır. Bunlar hamısı görürsünüz, hamısında eynidir. Amma o hansılar ki, faydasız yəni xəyallardır, onlar görürsünüz, yəni heç biri uyğun gəlmir, düz də gəlmir. Əlhamdülillah, həyat nədir? Belədir, Allah Subhanahu taala buyurduğu kimidir. Yəni, biz də çalışmalıyıq ki, gözəl şəkildə bu həyatı başa vuraq, Allah bizdən razı qalsın və həm də nədir? Xeyirli olar. Bu dünyamız da yəni yaxşı olsun. Yaxşı olsun. Allah Teala qəlblərimizi açsın, Allah bizi bağışlasın. Allah Teala bizə gözəl sonluq nəsib eləsin. Allah Teala cəmaatımıza, xalqımıza, qohum-əqrəbamıza hidayət versin, doğru yola yönəltsin. Allah xəstələrimizə şəfa versin. Allah ölkəmizi qorusun, əskərlərimizi qorusun, ölkə başımızı qorusun və bizə xeyir qapıları açsın, şərdən qorusun. Allah bütün müsəlmanlara kömək olsun. Subhanakallahumma və bihamdik, nəşhədu an la ilaha illa entə, nəstəğfiruka və natubu